Müasir insan məlumat yığmaqdan yox, məlumatlardan qorunmaqdan yorulur. Süni intellekt cəmi 1 saniyədə nəticə yaradır. Mesaj 1 saniyədə çatır, video 1 saniyədə açılır. Bununla da insanın şuuru informasiyanın ritminə uyğunlaşmağa başlayır. İnsan hələ də bioloji varlıqdır, amma artıq rəqəmsal surətdə yaşamaq istəyir. Keçmişdə insanın həyatı təbiətə yaxın və ya iç-içə olduğu üçün təbiətin ritminə bağlı idi. Ağac böyüməli, məhsul yetişməli idi və insan reallığın surətinə uyğunlaşırdı. Əvvəllər biz öz oyuncaqlarımızın çoxunu taxtadan və məftildən düzəldirdik. Həyətdə futbol oynayırdıq, velosipedimizi təmir edirdik. Bu zaman düşünürdük, material axtarırdıq, planlı hərəkət etməyi öyrənirdik. Bu prosesdə səhvlər edirdik. Sonra o səhvləri düzəldirdik və nəticə alırdıq. Beynimiz də öyrənirdi ki, nəticə zaman tələb edir. Bu bizdə səbr və dözümlülük yaradırdı. Bu səbəbdən səbr sadəcə əxlaqi keyfiyyət deyildi, reallığın qanunu idi. İnsan gözləməyə könüllü seçmirdi, gözləməyə məcbur idi. Keçmişdə insanın əsas problemi resurs çatışmazlığı idi, bugün isə diqqət əskikliyindən əziyyət çəkir. Əvvəllər insan məlumat axtarırdı, bugün məlumat insanı axtarır. Əvvəllər insan bazara gedirdi, bugün bazar insanın cibində yaşayır. Bir çox insan fərqində deyil, amma hər gün onların daxilində çoxalan konfliktin əsas səbəbi elə budur. Bir tərəfdə yavaş böyüyən bədən, yavaş formalaşan xarakter, yavaş qurulan münasibətlər var, digər tərəfdə isə ani stimul, ani nəticə, ani dəyişim var. Yəni insan sürətlənən dünyada yaşayır, amma onun ruhu hələ də yavaş inkişaf edir. Buna görə də müasir dövrün bir çox psixoloji problemi əslində bu uyğunsuzluqdan yaranır. Texnologiyalar müasir insanın seçim azadlığını artırmaqla yanaşı, yeni asılılıqlar da yaratdı. İnsan istədiyi videoya baxa bilir, istədiyi insanla danışa bilir, ancaq konum atmadan görüşə bilmirlər. Səbirsizlik sindromu, dözümsüzlük, dərin düşünmə qabiliyyətinin zəifləməsi, diqqət parçalanması və münasibətlərin dayazlaşması kimi problemlər daha da qabarmaqdadır. Müasir insan çox yorğundur və onun yorğunluğu işləməkdən yox, fasiləsiz reaksiya verməkdən yaranır. Sevindirici xəbər isə odur ki, bu problemlərin asan və sürətli həlli NAT texnikaları ilə mümkündür. Fikirləriniz çox dəyərlidir.